Baxırıq faizə. Deməli, birinci sual. Belə bir sual verilib sizə. Cədvəldir. Cədvəldə verilib ki, alma 18'dir. Sonra armud 36'dır. Şaftalı 54'dür. Banan 12'dir. Deməli belə. Şərtdə bizə deyir ki, əgər meyvələrin miqdarını göstərən dairəvi diaqram qurularsa, armudu ifadə edən sektorun dərəcə ölçüsünü tapın. Əgər dairəvi diaqram qurulursa, deməli bunların cəmi obşub bütöv dairəni əhatə eləməlidir. Bütün dairədə bizdə 360 dərəcədir. Birinci meyvələri toplayırıq. Mən kömək necə eləyir? Dəqiq. Onda 120 kiloqram. O sizdə tam çevrədir. Yəni 360 dərəcəyə qarşı qoyursuz 120 kiloqramı. Şaftalını deyirsə, şaftalıya qarşı da 54 kiloqrama qarşı da qoyursuz x dərəcə. Kiloqramı kiloqramın altına, dərəcəni də dərəcəni. İndi 120x bərabərdir 360 vurulsun 54. Bundan buna aparım 3 qalır. X də bərabər 3'ü 54'ə vururam. Cavab eləyəcək 162. Deməli, sektorun dərəcəsi olacaq 162 dərəcə. Sonra ikinci tip. A bölü B bərabərdir 3 bölü 4. B bölü C bərabərdir 2 bölü 5. Demişdik ki, burada A birinci 3K'dır. B isə K'dır 4K'dır. Demişdim ki, bir qiyməti bir dəfə tapırsınız. B-də 4K tapılsınızsa gətirib yerə qoyursunuz. 4K bölü C bərabərdir 2 bölü 5. 2C bərabərdir 20K'ya. C'yi də alıram 10K. İndi bizə deyir ki, obşu məhlul 680 qramdır. A var, B var, C var. Toplayıram. 17K bərabərdir 680. K da bərabərdir 40K. İndi K'nı 40 tapdıq. Bizdə A maddəsi kütləsi istəyir. Bu da 3K olduğuna görə olacaq bizdə 120. Aydındır. Sonra necə dəyişər, neçə faiz artar, neçə faiz azalar deyəndə yadımıza düşürdü. Vur 100 çıx 100 olur. Düzdür, birinci imtihanda buna aid gəlib. Eləmirəm indi gəlir, amma hər ehtimala deyirəm. Üçüncü sual tipi. Deməli, deyir ki, müsbət ədədlər biri 10%, digəri 30% artarsa. 10% artırsa yazıram %110, digəri 30% artır yazıram %130. Necə dəyişər deyirsə, neçə faiz artar, neçə faiz azalar, onda yazırıq. Vur 100 çıx 100. Yüzlər gedir, sıfırlar gedir, 11'i 13'e vurun. 140 çıxılsın 100. Cavabı müsbət alırsınızsa deyirsiniz artar, mənfi alırsınızsa deyirsiniz azalar. Müsbət almışam, deyəcəm 43% artar. Növbəti, neçə faiz satıldı, neçə faiz qaldı, neçə faiz gedildi, gedilmədi. Bu tipli suallarda başlanğıcı 100 götürürdünüz. Deyir, birinci gün mağazadakı ərzağın 40%, 100'dən çıxıram 40'ı. Yerdə neçə faizim qaldı? 60. Deyir, ikinci gün qalan ərzağın 50%. Qalan ərzaq 60'dır. 60'ın 50%'ini tapıram. Oldu bizə 30. 60 qalmışdı, 30'u da gedir. Yerdə qalacaq bizdə 30. Deyir, 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? 30% qalıbsa, neçəsi satılıb? 70'e. Neçə faiz qaldı desə, deyirsiniz 30% qaldı. Neçə faiz satıldı desə, deyirsiniz 70% satıldı. Sonra məhlul məsələlərində. Şərtdə deyir ki, 250 qram 20% şəkər məhluluna neçə qram su buxarlandırmaq lazımdır ki, 25% məhlulansın. Bu indi tənasüblə deməyəcəm, çünki tənasüblə öyrətsəm, imtihanda birdən elə bir şey düşər ki, tənasüblə alınmaz. Bax, qatlı faizi bizdə belə tapılır. M maddə bölünsün M məhlul vurulsun 100. Məhlul M maddə üstə gəlsin M sudur. İndi məsələ nədir? Bu sizdə sadəcə bir məhluldan söhbət gedəndədir. Amma məsələn, 2 məhlulu qarışdıranda istifadə edirdiniz omega sonundan. 2 məhlulu qarışdıranda olur omega 1 M1, üstə gəl omega 2 M2 bölünsün M1 plus M2. Bu 2 məhlulu qarışdırandadır. Omega sizin faizlərinizdir, M'lər də sizin kütlələrinizdir. İndi şərti oxuyuram. Deyir 250 qram 20%. Deməli 250'nin
20% maddədir. Yəni 50 sizdə nədir? Maddə. 250-ni ayıram 2 yerə. 50 maddədir. Onda 200-də nə qalır sizdə? Su. Deyir ki, neçə qram su buxarlandırım? Buxarlandırırsınızsa çıxırsınız. Çıxanda olacaq 250 çıx x. Düzdürmü? Deyir 25%-də məhlul alınsın. Maddə, yəni 50. Bölünsün məhlul, yəni 250 çıx x. Vur 100. 25% alınsın deyirsə, bərabər edirsiniz nəyə? 25-ə. Olacaq 50 bölünsün, 250 çıx x. Bərabərdir %25. İndi çarpaz vuraq. 250 çıxılsın x bərabərdir. 50-ni 4-ə vurum 200. Oradan x tapacam 50. Deməli 50 maddə buxarlandırmaq lazımdır. Yəni bu düsturdan işləyim. Birinci garanti düzdür. Bir dənə də faizə aid qəşəng məsələsi almışdım, çətin. Diqqətlə baxın bura. Beşinci. Belə bir dairəvi diaqram verir. Diqqətlə baxın, full başımızı işlədəcək bir misaldır. Buranı verib 90 dərəcə, bu x-dir. Z-i verib 120 dərəcə, buranı. Onda buranı da tapmaq üçün 360-dan çıxıram 120 ilə 90-ın cəmi, yəni 210. Alıram neçə dərəcə? 150. X, Z, bu da y verir. Bu aydındır. Sonra belə bir dənə cədvəl verib sizə. Burada deyil istehsal xərci, burada da verib satış qiyməti. İndi bax, burada X maddəsidir. X-in deyir satış qiyməti 30-dur, istehsal xərci 10-dur. Sonra bunun yanında Y maddəsi verib. İstehsal xərci 20-dir, satış qiyməti 30. Bir dənə də yuxarıda Z verib. Bu 30-dur. Burada 40-dır. Bu Y-dir, bu da Z-dir. Bakın, 30. İndi misal oxuyacağım. Diqqətlə qulaq mən. Bu iki şəkli verib sizə. Bu full başımıza işlədəcək bir məsələdir. Faizə aid. Deyir ki, fabrikdə bir ay ərzində istehsal olunan X, Y, Z məhsullarının paylanma dərəcəsi və bir ədəd məhsulun istehsal xərci ilə satış qiyməti verilmişdir. Həmin ayda Z məhsulunun istehsal miqdarı X məhsulunun istehsal miqdarından 6 ədəd çoxdur. İndi bir dənə zəhmət olmasa baxın. Z X-dən 6 ədəd çoxdur. Bu 120 dərəcədir, bu 90 dərəcədir. 120 dərəcədən çıxıram 90 dərəcə. Neçə dərəcə çoxdur? 30 dərəcə. 30 dərəcəyə qarşı neçə ədəd qoyursunuz? 6 ədəd. Razısınız? İndi hər 30 dərəcə sizdə 6 ədəddirsə, X sizdə 90 dərəcə daxı. 90-ı 30-a bölüm. 3 düşürmü? 3'ü vuracam o 6-ya. X neçə ədəddir? 18 ədəd. Bu 120 dərəcədir. 4'ə vurmuşam da 30'u, düzdür? Onda 6'ını da 4'ə vuramda Z neçə olacaq? 24 ədəd. O birinci Y tapardım. Y sizdə 150'dir. 6'ını 5'ə vuracam neçə olacaq? 30. Z de oldu 24. Bu problem değil. Bak bunları tapdıq. İndi məsələnin ardını oxuyuram. Şərtdə deyir ki, X, Y, Z məhsullarının satışından neçə faiz gəlir əldə olunur? Bax, X-in 18 dənədir. X-in istehsal xərci 10 manatdır. 18 dənə istehsal eləmişəmsə, istehsal xərcim neçədir? 180. Düzdür? Satış qiyməti 30 manatdır. 18'i 30'a vuram. Onda satış qiyməti neçə olacaq? 18'i vurun 30'a. 540. Sonra keçirəm Y-ə. Y-də də 30 dənədir. Y-in istehsal xərci neçədir? 21. 30'u 20'ye vurur. 600. 600 istehsal xərcidir. Satış qiyməti 30'dur. 30'u 30'a vurur. 9. Keçirəm 24 ədəddə Z-dir. Z-in istehsal xərci 30'dur. 24'ü 30'a vurur. 720. Satış qiyməti də 40'dır. 24'ü 40'a vurun. 960.
Bu bizim istehsal xərclərimizdir. Toplu ön neçə eləyir? 2 140. 1500 eləmir. 1500. 1500. Bunları da toplayın. 2400 eləyir. Bəli, həkim. Bu sizin istehsal xərcinizdə çıxan pulunuz. Yəni maya dəyər. Maya dəyər olur sizdə 100%. Bu da sizdə satış qiymətidir. 2400-ə də qarşı qoyursunuz x%. Buradan x-i tapmalısınız. 2400 vur 100 bölünsün 1500. Deməli belə. Bunlar gedir. Bundan buna aparanda 3-ə. Bura 8 düşəcək. Bura 5. Bundan da buna aparıram 20. Alıram 160. 160-da 100-ü çıxanda olacaq 60% gəlir. Yəni bu sizdən soruşula biləcək ən belə oyan məsələdir.